Bələdçinin sözlərinə görə onlar buraya ayaq basan ilk Azərbaycanlılardır. Həmvətənlərimizin Şimal Buzlu Okeanına səyahəti geniş marağa səbəb olub. Səyahətçilərdən biri də gənc tort ustası Gülandır. Mən özüm anayam. İkiz övladım var, 8 yaşında. O yaşadığı bu təcrübə ilə bağlı hisslərini belə ifadə edib. Buzlu okeanı qucaqlamaq, zamanın axınına qarışmaq, bu hissi yaşamaq inanılmaz idi. Bura Rusiyanın Murmansk vilayətində yerləşən Teriberka kəndinin Şimal Buzlu Okeanına çıxan hissəsidir. Əvvəllər az tanınan bu kənd 2014-cü ildə çəkilmiş məşhur Leviathan filmi sayəsində daha çox tanınıb. Dekorativ tort sahəsində uğurları ilə tanınan və beynəlxalq yarışmalarda mükafat qazanan Azərbaycanlı gəncin 3 dostu ilə birlikdə Şimal Buzlu Okeanına səyahəti isə diqqət çəkib. O, həm də 2024-cü ilin may ayında Azərbaycanda keçirilən Qızıl Şah yarışmasında qızıl medal qazanıb. Daha sonra isə Birləşmiş Ərəb Əmirliklərində beynəlxalq yarışmada bürünc medalın sahibi olub. Tort sənətindən buzlu okeanlara uzanan bu yolculuq göstərir ki, istedad və cəsarət sərhəd tanımır.